Salam hər kəsə. Deməli, bugünkü mövzumuz 4-cü sinif ingilis dili, kiçik summativ qiymətləndirmə 5. Deməli, başladıq. What is Jim doing? Jim nə edir? Baxırıq ki, Jim ağaca dırmaşır. Artıq siz belə sözləri öyrənmisiniz. He is climbing a tree. O ağaca dırmaşır. O piknik edir. Having a picnic bu değil. He is riding a bike. Velosiped sürür. Xeyr, bu değil. Bu yeni sözləri, bu ifadələri əzbərləyən uşaqlar üçün bu cür tapşırıqları yazmaq çox asan gəlir. What is Anne doing? Anne nə edir? Running, run qaçmaq deməkdir. Xeyr. Taking a walk, gəzir. Xeyr. Playing on the swing. Yəni, deməli, yelləncəkdə yellənir. Choose a correct variant. Düzgün variantı seçin. Aha. Deməli, necə seçirsiniz? Burada bir cümlə var. We are riding bikes. Biz we are riding bikes cümləsinə uyğun şəkli seçməliyik. Birincidə olmalıydı having a picnic. Ona görə bu deyil. Üçüncüdə we are running-dir. Qaçırlar. B variantında isə velosiped sürürlər. Choose a correct word. Düzgün sözü seçin. We are playing on the swings. Yəni biz yelləncəkdə yellənirik. We are deməli yelləncəkdə harda yellənirlər uşaqlar? Məktəbdə deyil, dənizdə deyil, in the house evdə deyil, bəli. Parkda. Translate the words. Translate yəni tərcümə edin deyir. Burada verilən cümləni tərcümə etməliyik. Wash the car. Wash nə deməkdir? You deyir maşını. You. Maşını you. Fe'l ilə başlayan cümlələr əmr, xahiş tipli, göstəriş tipli cümlələrdir. Yəni maşını you və s. What are they doing? Onlar nə edirlər? Tərcümə edirik. Nə edirlər onlar? Onlar. Bir görsən uşaqlar bu cür suallara cavab yazırlar. Elə bilirlər ki, bu suala cavab verməlidirlər. Xeyr, bu sual cümləsini tərcümə edirsiniz. Onlar nə edirlər? Make up a sentence. Cümlə düzəldin deyir. Siz artıq mübtəda xəbərlə tanışsınız. Biz mübtədanı tapdıq. Xəbəri tapdıq. Tamamlığı tapdıq. Bu isə təyindir. Təyində deməli dinner sözünə aiddir. Yəni tamamlığın təyinidir. Deməli, ingilis dilində də bilirik ki, cümlə quruluşu belədir. Mübtəda, xəbər, tamamlıq. Deməli, cümlə necə olacaq? Birinci mübtədanı yazırıq. We, we're. Sonra xəbərin digər əsas önəmli hissəsini yazırıq. Eating. Təyini yazırıq. Edilişiz. Təyin aid olduğu, deməli, aid olduğu sözlərin önündə gəlir. Amma təyin ingilis dilində uzun bir ifadədirsə, 2 və ya 3 sözdən ibarət olan bir sözdürsə, onda təyin aid olduğu isimdən sonra işlənəcək. Aha. Match the words deyir, uyğunlaşdırın. Burada səhv düşüb. Yəni, görürsünüz, wash the dishes. Bu isə düz veriblər. Bir dənə amma making, snack sözü burada gəlib, artiklı burada. Nəsə testin özünün quruluşuna səhv var. Ona görə make a snack bir gedir. Yəni, burada arada artikl var. Yəni, belə eləyək. Making a snack. Belə olur. Bir də başqa rəngdən eləyək. Məsələn, yaşıl rəngdən. Setting the table. Bunu da başqa rəngdən eləyək. Məsələn, washing the dishes. Bunu isə narıncı rəng. Making a snack. Siz bu tapşırıqda cümlələri, cümlə deyəndə, yəni ifadələri buradan da yaza bilərsiniz.
Washing the dishes. Buradan bütöv cümlə şəklində, bütöv ifadə şəklində yaza bilərsiniz. Üçünü də mən daha üçünü də yazmıram. Washing the dishes, making a snack, setting the table. Okay. Match the words to the pictures. Deyir ki, sözləri şəkillərə uyğunlaşdırın. Bir də görsə uşaqlar da belə nəsə xəttlər çəkirlər. Anlamaq olmur ki, bu uşaq nə etmək istəyir. Bu cür tapşırığı eləmək üçün uşaqlar baxın. 3 dənə cümlədir var. 3 dənə də şəkil var. Düzdür uşaqlar? Deməli, bizdən istəyir ki, bu sözləri, bu ifadələri bu şəkillərlə uyğunlaşdıraq. Yəni bir-birinə doğru xəttlər çəkək. Məsələn, birinci cümləmiz, ifadəmiz setting the table-dır. Baxa görək hansında süfrə düzəldir. İkinci şəkildə. Bax, burada belə xətt çəkirəm. Burada dairə verib ora doğru. Sonra sweeping the floor, yəni ki, döşəməni süpürmək. Üçüncü şəklə doğru mən xətt çəkirəm. Feeding the pets, heyvanları qidalandırmaq, yedirtmək, yemləmək. Buradan da bura xətt çəkdim. Belə də eləyə bilərsiniz. Baxın, dairə çəkib belə. Yəni, axır anlaşılsın ki, siz burada nə eləmək istəmirsiniz? 10-cu tapşırıq. Write the words in the sentences correctly. Sözləri cümlələrdə düzgün işlədin. Jane is her hair. Jane is deməli nə edir? Saçını yuyur. Washing. İkinci cümlə. They are feeding. Qidalandırırlar heyvanları. Yemləyirlər yəni. My brother is taking out the trash. Mom is making a snack. Bəli. Bu qədər. Kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun.